Ayağım işləmir, gəzə bilmirəm, ayaqda zəiflik, tutmama hissi, dizim qatlanır, yıxılıram. Bu hallar olur, lakin nevroloji müayinə zamanı əzələ gücü tam normal olur. Bundan əlavə xəstənin bir şikayəti əlimi tərpədə bilmirəm olur, qolum tam hərəkətsiz olur, amma refleksləri yerindədir. Əsmə tutub məni, titrəmələr olur, titrəmələr qeyri-ritmik və dəyişkən ola bilir. Bu zaman həqiqi Parkinsonizm və ya esensial tremordan fərqli olaraq diqqət yayındıqda əsmələr dayana bilir. Digər bir şikayətdə danışa bilmirəm, səsim çıxmır, lakin müayinə zamanı səs aparatında fiziki bir problem olmur. Xüsusilə stresli vəziyyətdən sonra bu daha çox başa verir. Digər bir şikayətdə də bədənim keyiyib, bəzən bədəninin yarısını tam hiss edə bilmirlər. Gözlə bilinən qeyri-normal davranışlar olur. Məsələn, bədən sanki robot kimi aparır, özündən asılı olmadan hərəkətlər edir. Bu saydıqlarım psixologin hərəkət pozuntularıdır. Yəni somatik səbəblə izah olunmayan, lakin həqiqi kimi görünən hərəkət və koordinasiya problemləridir. Əksər hallarda stresə verilən reaksiya kimi qiymətləndirilir və müalicəsi də həkim psixiatr tərəfindən aparılır.